Kürdəmir rayonunda qumar oyununa görə 2 nəfər inzibati məsuliyyətə cəlb olunub. Kürdəmir rayon sakinləri 1978-ci il təvəllüdlü Pərviz Cümşidov və 1991-ci il təvəllüdlü İlqar Babayev rayonun Ərəbxana kəndində yerləşən çayxanada qumar oyunları oynayıblar. Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci qumar oyununda iştirak etmə maddəsi ilə inzibati ittiham elan edilib. Babayev izahatında göstərib ki, kafedə olan şəxslərlə 1 manatdan qumar oynayıblar. Həmçinin bildirib ki, içkili vəziyyətdə olduğu üçün masaya pulun kim tərəfindən qoyulduğunu xatırlamır. O, törətdiyi əməldən peşman olduğunu deyib. Digər təqsirli bilinən Cümşidov deyib ki, həmin gün yalnız domino oyunu oynayıb və qumar oyununda iştirak etməyib. Onun sözlərinə əsasən qumar oynayan şəxslər 4-5 nəfər olub və onlar ayrı bir masada əyləşiblər. İçkili vəziyyətdə olduğum üçün qumar oynayan şəxslərin kimliyini dəqiq xatırlamamışam. Özümü də təqsirli bilmirəm. Kürdəmir rayon məhkəməsinin qərarı ilə barələrində inzibati protokol tərtib olunan hər iki şəxs 3000 manat cərimə edilib. Qərara əsasən oyun ləvazimatı içərisində 70 ədəd kart olan 1 ədəd kart kolodası, habelə qumara qoyulmuş 42 manat pul müsadirə edilib.